Bir gəlib deyir ki, taxıl əkmişəm, yağış yoxdur. Deyir, get, əstağfurullah denən, Allahdan üzr istə. Bunlar çıxanda şagird deyir ki, ay imam, bu nə olub, kimlə gəlir, nə dərdin deyirsən elə əstağfurullah denən. Dedi, balam, Quran deyir ki, yağışı da verən Allah, rozunu da verən Allah, evladı da verən Allah. Gör ruh neyniyib ki, Allah onu ona vermir. Deyir, sən bilməsən, Allah bilir. Biz bilirik Adəmlə Həvva niyə gəliblər bura. Amma biz bilmirik ki, siz Aytən xanım niyə doğulmuşsunuz, hansı günahımıza görə və mən niyə doğulmuşam. Burada günahsız ruh yoxdur. Hər birimiz günahımız var və burada nə təbəqiyə baxır, nə tutduğumuz vəzifəyə baxır, nə cibimizdə gəzdirdiyimiz pula baxır. Pulumuz azdır, məsuliyyətimiz Allahın qabağında azalacaq. Burada vəzifə qalxdıqca, pul artdıqca məsuliyyət də artır. Siz öz dərdinizi fikirləşin. Neysə, bu İmam Əhməd çıxır səfərə. Çıxır səfərə, yolu düşür bir kənddən. Səfərdə o vaxtı samolyot yox idi. Piyada. Qaranlıq düşmüşdü, girir meçdə. Namazını qılır, deyir, elə burada otel yox idi, kəndin içidir. Deyir, elə meçdə yatım, səfərimin səhər-səhər davam eləyərəm. Birdən qarolçu gəlir, meçdin qarolçusu, deyir, çıx buradan. O deyir, qurban olum, səfər adamıyam, xahiş edirəm, gedən yerim yoxdur, icazə ver burada qalım. Yox, icazə yoxdur, çıxacaqsan. Susur çıxır imam. Tanınmış imam idi. Sakit. O eqolu demirəm, sən kimsən mənəm. Yəni, burada qətiyyən olmaz. Hər birimiz başa düşməliyik. Allah bizim qabağımıza kimi çıxardıbsa elə belə çıxartmayıb. Bu, hər birimizin hər dəqiqəsi, hər saniyəsi sınaqdır. Çıxır, düşür, oturur qapının o girəcəyində. Gedəsi yeri yoxdur. Oturur orada, bir neçə dəqiqə keçir, bir də qarolçu gəlir. Gedəcəksən buradan. Deyir, ay qarolçu, ay qurban olum, səfər adamıyam, gedən yerim yoxdur, buranı tanımıram, nə olar qapının qırağında uzanıb, sinəsindən tutub atır onu yola, yolun qırağına. Yolun qırağına atanda bir görür ki, kişi keçir. Bir dənə kişi xeylağı. Deyir, bəs mən çörək yapacam səhərə kimi. Gəl hələ mənim pekarnyamda otur, səhərə kimi mən işləyərəm, sən də səhər səfərvə gedərsən. Minnətdarlığını bildirir, imam girir o kişinin evinə, yəni işlədiyi yerinə. O hamur düzəldir, hamur yoğurur. Hamur yoğurduqca deyir, əstağfirullah, əstağfirullah, əstağfirullah. İmam baxdıqca heyrətlənir. Hə, deyir ki, sən niyə əstağfirullah deyirsən? Deyir ki, mən Allahdan nə istəyirəmsə, əstağfirullah ilə istəyirəm. Deyir, əstağfirullah deyə çoxmu Allah sənə verib? Deyir, töy arzularımı verib, bircə dənə arzum qalıb. Deyir, o nə arzusudur? Bir deyir, İmam Əhməd var. Mən elə o kişi ilə görüşmək istəyirdim. Allaha yalvarıram ki, nə olsun bircə dəfə də o kişi ilə söhbət eləyim, ruhum rahat olar. Onda imam qışqırdı, Allahu Əkbər. Allah məni qarolçunun əli ilə döyə-döyə qapıma gətirir. Ki, sən gör, necə təmiz adamsan. Mənə, İmam Əhmədə. Siz başa düşməlisiniz ki, hər bir sıxıntıya, hər bir gün biz sıxıntı yaşayırıq. Pulla mı bağlı, əziz adamımız bizi, biz fikirləşdiyimiz, layiq söz demədiyimiz vaxtı, hər birimiz. O din var, çox gözəl zikir. Əstağfirullah, Allahu məqfirliti, Allahu Əkbər.
Siz burada 2 dəfə Allahdan üzr istəyirsiniz və deyirsiniz ki, Allahım sən böyüksən. O birisi verilişlərdə dediyim, təəssüf edirəm. Bağışla məni, ruhum neyniyib ki, sən məni bu sıxıntıya salmışsan. Bəndə kimdir ki, sizə o sözü desin, Allah icazə verməsə. Allah icazə verir və siz o sözü eşidirsiniz də, burada o ruhun günahı var. Günahsız ruh yoxdur bu yer kürəsində. Və heç kimə baxıb fikirləşməyin ki, o bəhtəvərdir. Bəhtəvər burada gəzmir. Yox. Hardadır İradə xanım? Bəxtəvər hardadır? Yəni nə kimi siz fikir verin ki, ruh söhbəti, burada bu timus deyilən şey burada işıq saçır. Bu işıq saçır bir körpə uşaqlarda, 3 yaşına kimi başlayır balacalaşmağa. Bir də ki, imanlı insanlarda, seçilmiş insanlarda o böyük olur. Necə körpə uşaqdakı kimi. O başlayır böyüməyə. Niyə? Ona görə ki, o elektrik cihazdan alır, ruhunu yedizdirir və Aytən mənə üzmə şillə vursa da deyir, Aytən çox sağ ol. Yəni o vəziyyətə düşmək üçün, yəni burada həqiqətən insan öz üzərində çox işləməlidir.